Ona görə fikir ver, Allah Taala zamanın dəyərinə işarə edərək nə deyirdir ki, "Vəl asr innel insane lafî xusr." And olsun əsr çağına, həqiqətən insan cinsi xəsarətdədir. And içib Allah Taala zamana, vaxta və Allah Taala da əzəmətlidir. Və and içibsə nəyəsə deməli o da əzəmətlidir. Çünki əzəmətli olan ancaq əzəmətli bir şeyə and içər. And içib zamana, hansı ki insanın sərmayəsidir əslində, ömrünün sərmayəsi. Necə ki malının mayası var, sərmayəsi var, eləcə də insanın ömrünün sərmayəsi var. O da zamandır. Onu itirən nəfsini itirib və Ramazanı itirən o da əzəmətli bir mövsüm itirib nəfsi üçün, hansı ki qayıdan deyil və ondan geridə yalnız hesab qalır. İqtarabə linnəsə hisabuhum və hum fi gafletin mu'ridun. Allah Teala deyir ki, insanların haqq hesabı yaxınlaşdırıb, onlar hələ də qəflətdə üz çevirirlər. Və İmam Buxari nəql edib Peyğəmbər sallallahu aleyhi və səlləmdən əzəmətli bir hədisi, hansı ki dəlalət edir vaxtımızın, zamanımızın dəyərinə, deyir ki, ni'mətəni məğbunun fiyhə kəthirun minən-nəs. İki nemət var, əksər insanlar aldanıb onda. Məğbun yəni aldanıb, qəflətdədir. Sonra deyir ki, əs-sihhətə vəl-fərah. Sağlamlıq və boş vaxt. Gör əgər bu boş vaxt, sağlamlıq Ramazan ayında sənə cəm olubsa, sənin üçün cəm edilibsə və itirirsənsə onu, hədər edirsənsə, bu aldatmadan o tərəfi yoxdur. Bu xəsarətdən böyük bir xəsarət yoxdur. Niyə? Çünki Peyğəmbər s.ə.v bu ayın əzəmətliyinə işarə edib, deyib ki, kim Ramazanı imanla, savabını Allahdan umaraq tutarsa, Allah Teala onun keçmiş günahlarını bağışlayar. Kim Ramazanı imanla, savabını Allahdan umaraq ibadətdə keçirərsə, Allah Teala onun keçmiş günahlarını bağışlayar.